Salam uşaqlar, hədəf kursları 22 fevral buraxılış sınavını izah edirik, riyaziyyat hissəsini. 61-ci sualdan başlayaq, 11-ci sinif. Deməli, sinus alfa topla kosinus alfanı verib hasil soruşur. Nə etmək lazımdır? Kvadrata yüksəltmək lazımdır. Bərabərin hər tərəfini kvadrata yüksəltsək, yəni belə də kvadrata yüksəltsək, belə də kvadrata yüksəltsək nə olacaq? Sinus kvadrat alfa toplansın 2 sinus alfa kosinus alfa üstə gəlsin kosinus kvadrat alfa bərabər olacaq 1,2-nin kvadratı 1,44. Sinus kvadrat alfa topla kosinus kvadrat alfa 1 eləyirsə 1 üstə gəlinsin 2 sinus alfa kosinus alfa bərabər olacaq 1,44. 2 sinus alfa kosinus alfa bərabərdir 1,44-dən 1 çıx 0,44. Buradan da sinus alfa kosinus alfa bərabər 0,22 olar. Cavab A variantı. Növbəti sualda deyir ki, y bərabər 5 çıxa x toplansın belə bir kvadratik ifadə düz xəttinin qrafiki A-nın hansı qiymətdə yalnız birinci və üçüncü rüblərdən keçər. Koordinat sistemində birinci, üçüncü rüblərin hansı rüblər olduğunu bilirsiniz. Qrafik yalnız birinci və üçüncü rüblərdən keçməlidir. Yalnız birinci və üçüncü rüblərdən keçmək o deməkdir ki, qrafik koordinat başlanğıcından keçir. Və biz də bilirik ki, y bərabər kx toplansın b xətti koordinat başlanğıcından keçirsə, b 0 olmalıdır. Yəni, bu gördüyümüz ifadə 0 olmalıdır. Yəni ki, a kvadrat çıxılsın 10a toplansın 24 ifadə 0-a bərabər olsa, Viet teoremindən də a bərabər 6 və ya a bərabər 4 olur deyə bilərik. Hasili 24, cəmi 10. A bərabər 6 və ya 4 olmalıdır. Və eyni zamanda xətt üzü yuxarı doğru getdiyi üçün K-da müsbət olmalıdır. K-da böyük 0 olmalıdır. O zaman 6 ilə 4-ə baxırıq. A-nın yerinə 6 yazanda K mənfi olacaq. Ona görə A 6 olmaz. 6 olur kənar kök. O zaman A bərabər 4 olacaq. A bərabərdir 4. Yəni cavab D variantı. Qısaca deyirik, xətt koordinat başlanğıcından keçib artan olduğu üçün B 0-a bərabər oldu. K isə müsbət oldu. Artan olduğu üçün K müsbət, koordinat başlanğıcından keçdiyi üçün B 0. Yəni cavab D variantı. A və B nöqtələri verib və bunlar C nöqtəsinə nəzərən simmetrikdir. Bu o deməkdir ki, A nöqtəsi, B nöqtəsi varsa, C nöqtəsi bu parçanın tam ortasındadır. Yəni x, C nöqtəsində koordinatları, yəni orta nöqtənin koordinatları nə tər tapılırdı? X-ləri toplayıb yarı bölürdük, Y-ləri toplayıb yarı bölürdük. Yəni x-lərə baxırıq 3, A və C 4-dür. Yəni ki, 3 ilə A-nı toplayıb yarı bölsək, cavab 4 alınmalıdır. Tənliyi həll eləsək, A bərabərdir 5. Sonra isə Y-lərə baxırıq. B, mənfi 6, 1. Yəni, B ilə mənfi 6-nı toplayıb yarı bölsək 1 alınır. Yəni, B ilə mənfi 6-nı toplayıb B çıx 6, böl 2, cavab 1 alınmalıdır. Buradan da B bərabərdir 8. A bərabər 5, B bərabər 8, cəmi 13, cavab C. Keçirik növbəti suala, 64-cü sual. 64-cü sualda sadə bir faiz məsələsidir. Deyək ki, 120 ədədini əvvəlcə 40% artır. Yəni 100-ə bölüb 140-a vururuq. %140-a vururuq. Sonra alınmış ədədi 50% azalt. 50% azaltmaq, yəni %50-yə vurmaqdır. Nəticədə hansı ədəd alınar? Buradan qısa ixtisarlar aparsaq, 5, 6, 20 aparsaq ixtisarı. Sonra nə ixtisar apara bilərik? 100 ilə 50-ni ixtisar aparıb məxrəcdə 2 saxlaya bilərik. Surətdə 1. 2 ilə 6-nı ixtisar apara bilərik. 3 saxlaya bilərik. 140-ı 5-ə bölsək 28 alınar. Və nəticədə hər şey getdi. 28-i 3-ə vuranda da nə alınacaq? 78 ya da 88. 28-i 3-ə vuranda 78. 88 yoxsa. 78 alınır, amma nəyisə səhv hesablamış ola bilərik. Bir də baxaq. 78 yox. 28-i 3-ə vuranda 60, o da 24, 84 alınır. 84. Cavab D variantı olacaq. Keçək 65-ci suala. Vektorların skalyar hasil. Skalyar hasil x-i x-ə vur, y-i y-ə vur. 2x-i 4-ə vururam, 8x. Topla y-i y-ə vur, mənfi x kvadratı. Yəni çıxılsın x kvadratı. Demək, skalyar hasil nə tər tapılırdı? x1, x2 toplansın y1, y2. Skalyar hasilin ən böyük qiymət tapa. Demək, skalyar hasili tapdıq. Yəni bu ifadə mənfi x kvadrat toplansın 8x ifadəsidir.
Buradan ən böyük qiyməti 2 cür tapa bilərik. Bir təpə nöqtəsinin eni düsturla, bir digər hal isə məntiqdən istifadə edərək. Yəni məntiqlə burada çıx 8, çıx 16, topla 16 yazsaq və bu ifadənin mənfi x çıx 4-ün mötərizə kvadratu topla 16 olduğunu bilsək, deyə bilərik ki, ən böyük qiymət 16-dır və bu qiyməti x 4 olanda alır. Və yaxud ax kvadrat toplansın, bx toplansın c-də təpə nöqtəsinin enindən istifadə edərək tapa bilərik. Təpə nöqtəsinin eninin düsturu da 4ac çıxılsın b kvadratı böl 4a şəklindədir. Və bu ifadədə baxırıq ki, bu ifadədə a bərabər mənfi 1-dir, b bərabər 8-dir, c yoxdur, c bərabər 0-dır. O zaman o düsturdan istifadə eləsək, 4ac 4 vurulsun mənfi 1 vurulsun 0 getdi. Çıxılsın b kvadratı 64 bölünsün 4-a. 4 vurulsun mənfi 1. Yenə də 64-ü mənfi 4-ə böləndə 16 alınır deyə bilərik. Yəni ki, cavab C variantı. 66-cı suala baxırıq. Funksiyanın təyin oblastı budur. Biz bunu sözlə oxuyaq, yəni sözlə ifadə edək. Yəni ki, 2-dən və 7-dən başqa digər ədədlər. 2-dən və 7-dən başqa digər ədədlər bu funksiyanın təyin oblastıdır. Yəni biz bu funksiyanın təyin oblastına baxanda başa düşürük ki, x 2 ola bilməz, x 7 ola bilməz. 2 ilə 7 niyə ola bilməz? Çünki həmin 2 ilə 7 məxricin kökləridir, yəqin ki. Ona görə ola bilməz. Deməli, o zaman belə bir nəticəyə gəlirik ki, yəni təyin oblastında 2 və 7 yoxdur, 2 və 7 ola bilmir. Niyə 2, 7 ola bilmir? Çünki 2 və 7 məxrəcdəki kvadrat tənliyin kökləri olur. Və biz də Viet teoreminə görə bilirik ki, köklər cəmi 2/7. Ortadakı əmsalın əksi olmalıdır. Mənfi p-nin əksi, yəni p. Köklər hasili isə sərbəst əd olmalıdır, q olmalıdır. Deməli, köklər cəmi 9, hasili 14. Biz deyək ki, p plus q cəmini tapın. P üstəgəl q cəmi də p 9-dursa, q də 14-dürsə, cavab olacaq 23, yəni cavab B variantı. Bu sualda şərtdə verilən məlumatları şəklin üzərində qeyd edək. SK KD-yə bərabərdir və bu çox önəmli məlumatdır. 90 dərəcə var, BK da 8-dir və trapesiyanın sahəsini tapmaq tələb olunur. Deməli, biz bu BK xəttini bu hissəyə qədər uzadırıq. Yəni, hansı hissəyə qədər? AD-nin uzantısı ilə kəsişmə hissəsinə qədər uzadırıq. İndi biz bunu bu şəkildə uzatsaq, daha səliqəli uzadaq. Nəysə, qalsın belə. Bu şəkildə uzatsaq, 2 dənə 3 bucaq alınır burada. Bu 2 dənə 3 bucaqda, yəni paralel, yuxarılar, aşağılar paralel olduğu üçün çarpaz bucaqları qeyd eləsək və tərəflərin də eyni olduğunu görsək, konkurent 3 bucaqlar alınmış olur. Yəni, ora 8-dirsə, bu isə, yəni BK 8-dirsə, bir H nöqtəsi deyək, KH da 8 olacaq. O zaman trapesiyanın sahəsi, yəni ki, bu hissənin sahəsi S1 olsa, bura S1, onda burada S1 olacaq. Digər tərəf isə S olsa, yəni biz trapesiyanın sahəsini axtarırdıq. Trapesiyanın sahəsi baxırıq ki, S toplansın S1 deməkdir. O zaman S topla S1 bu gördüyümüz düzbucağın da sahəsidir eyni zamanda. O zaman trapesiyanın sahəsi nəyə bərabərdir? S topla S1-ə bərabərdir. S topla S1 də eyni zamanda nəyin sahəsidir? ABH üçbucağının sahəsidir. ABH üçbucağının sahəsi də katetlər hasilinin yarısı. Yəni 9 vurulsun 8 2 qat 16 yarısı, yəni cavab 72 B variantı. Növbəti sual sadə bir silsilə sualı. Deməli, S11-in düsturunu yazırıq. S11-in düsturu 2A1 toplansın N-1D, yəni 10D böl 2 vur 11 bərabərdir 55. Tez 55-dən 11-i ixtisar aparıb 5 yazırıq. 2A1 topla 10D-dən 2-ni ortaq vuruq çıxardıb ixtisar aparsaq, A1 toplansın 5D bərabər 5 eləyər. Buradan istəsən A1 topla 5D-nin, yəni A6-nın bərabər 5 olduğunu qeyd elə.
Ki baxanda görürük ki A4 topla A8 2 dənə A6-nı verir. Yəni daha doğrusu əgər A6 A4 topla A8-in yarısıdırsa ki A4 ilə A8-in tam ortasında yerləşir və A6 5-dirsə A6-nın qiymətini aşağıda görürük 5 olduğunu. O zaman A4 toplansın A8 bərabər 2 dənə A6 2 dənə 5 10 eləyər. Və yaxud bunu düsturları həqiqətən açsaq, yəni A4-ü A1 toplansın 3D, toplansın A8-i A1 toplansın 7D kimi açsaq və bunları 2A1 toplansın 10D kimi yazsaq, ikini də ortaq vurub çıxartsaq, yenə cavab ala bilərik. A1 toplansın 5D qalır mötərizədə. O da bərabərdir 2 vurulsun A1 toplansın 5D 5 eləsə, cavab 10 eləyəcək. Yəni ki, C variantı. Keçirik növbəti suala, 69-cu sual. Deməli, bir düzbucaqlı verib, CF ilə FD bir-birinə bərabərdir. Belə bir şərt qoyub. KY 4-dür. Bura bir dənə 4 yazırıq. AK bölünsün KF nisbətini tapın deyir. Şəklə diqqətlə baxsaq, F orta nöqtəsindən aşağıya bir dənə paralel çəkib, bu şəkildə paralel çəkib, oxşar fiqurlar ala bilərik. Bu şəkildə oxşar fiqurlar ala bilərik. Deməli, Fales teoreminə görə paralel xətlər, bu gördüyünüz paralel xətlər sağ tərəfin tam ortasından keçirsə, sol tərəfin də tam ortasından keçməlidir. Sol tərəfin bu 10, BK 10 bura qədər idi. Yəni, BY xəttinin 14 olduğunu biliriksə, o zaman bu nöqtə BY xəttini yarıya, yəni 7 və 7 hissələrə bölməlidir. 7 və 7 santimlik hissələrə bölməlidir. Bu nöqtəyə qədər 7, ümumi 10 santimi gördünsə, burada 3 olmalıdır. Bu şəkildə bura 3. Və buradan bu rənglədiyimiz üç bucaqların oxşar olduğunu biliriksə, yəni çarpaz bucaqlara görə oxşar olduğunu biliriksə, o zaman AK bölünsün KF nisbəti, AK bölünsün KF nisbəti, yəni bu hissənin bu hissəyə nisbəti 4-ün 3-ə nisbətinə bərabər olmalıdır. AK bölünsün KF bərabər olmalıdır. 4 bölünsün 3. 4 bölünsün 3-də cavablarda varmı? Bəli, D variantı. Növbəti bir loqaritm sualına baxırıq. Loqaritm 6-dan 2-ni görürük. Demək, loqaritm, bax, rəqəmlərə bir dənə diqqətlə baxsaq, 6, 2, 6, 5 var. Sanki bu loqaritmlər bir-birinə vuranda altları ixtisara apara biləcəyimiz bir durum yarada bilərik. Amma orada 2 bizə mane olur, çünki bizdən soruşulan şey 2 yox, 3-dür. O zaman belə bir çevirmə aparacaq burada. Loqaritm 6-dan 2-ni loqaritm 6-dan 6 bölü 3 kimi yazacaq. İçəridə bölmə çöldən çıxma olacaq. Onda loqaritm 6-dan 6 çıxılsın. Loqaritm 6-dan 3 bərabər olacaq A-ya. 6-dan 6-nın da qiymətinin 1 olduğunu bilirik. 1 çıx loqaritm 6-dan 3 bərabər A olursa, azalan çıxılan fərq məsələsindən də loqaritm 6-dan 3-ün 1 çıxılsın, 1 bölünsün, daha doğrusu belə, 1 çıxılsın A olduğunu bilirik. İndi loqaritm 6-dan 3 əgər 1 çıxılsın A-dırsa, o zaman loqaritm 3-dən 6-da 1 bölünsün 1 çıxılsın A-dır. Onu yaddaşda saxladıq. İndi mavi rəngə diqqət yetirək. Loqaritm 3-dən 5 ya da belə deyək, loqaritm 3-dən 6 var əlimizdə. Aşağıda tapdıq onu. Loqaritm 3-dən 6-nın əlimizdə var idi, tapdıq. Loqaritm 3-dən 6 vurulsun. Loqaritm 6-dan 5 bərabər loqaritm 3-dən 5 eləyə bilər. Yəni, altları belə ixtisar apara bilərik. Loqaritm 3-dən 6 vurulsun, loqaritm 6-dan 5. Loqaritm 3-dən 6 nə idi? 1 bölünsün, 1 çıx A vurulsun. Loqaritm 6-dan 5 nədir? Şərtə bax, şərtdə var. B bərabərdir loqaritm 3-dən 5. Yəni ki, loqaritm 3-dən 5, buradakı bu kəsri toparla, nəyə bərabərdir? B bölünsün 1 çıxılsın A-ya. Cavab B bölünsün 1 çıxılsın A, D variantı. Cavab D. Növbəti sualda belə bir şəkil çəkdik. Demək, bərabər hündürlüklü bir silindir və bir konus çəkdik. Radiuslarına R1, R2 dedik. Silindirin radiusuna R2, konusun radiusuna da R1 dedik. R2-ni R1-ə bölərik nəticədə. Ya da bunları dəyişək, R1, R2 eləyək. Silindirin radiusuna R1, konusun radiusuna R2 dedik.
Deyir ki, silindr və konusun həcmləri 16/3 nisbətindədir. Demək, V silindr bölünsün V konus. Bu nisbətlər 16/3 kimidir. Əvvəlcə V silindri tapaq. Silindrin həcmi bilir ki, S oturacaq vur H şəklində tapılır. Yəni ki, pi R1 kvadratı H şəklində tapılır. Konusun həcmi isə 3/1 pi R kvadratı H. Yəni 3/1 pi R1 yox R2 kvadratı H. H-lar eynidir. Və bu nisbət 16/3-ə bərabərdir. İxtisarlara aparaq. Pi'lər ixtisar getsin. H-lar eynidir. İxtisar getsin. 3 soldakı məxrəcdəki 3-ü də surətdə yazacaq. Yəni olacaq 3 R1 kvadrat bölünsün R2 kvadratı bərabər olacaq 16/3-ə. Buradakı 3-ü digər məxrəcə aparsaq, nə alırıq? R1 kvadratı bölünsün R2-nin kvadratı bərabərdir 16/9. Və bu ifadələri kökə salsaq, R1 bölünsün R2 bərabər 4/3 alırıq. Yəni cavab E variantı. Növbəti çevrə dərsindən sadə bir sual. BAC 40 dərəcədirsə, demək BC qövsünün dərəcəsi, yəni M minor qövsünün dərəcəsi olacaq 80. M ilə N-in cəminin 190 olduğunu görürüksə, deməli N qövsünün dərəcəsi də 110 olmalıdır. Və bizdən sualda AF B-ni soruşur, yəni 110-un yarısını soruşur. 110-un yarısı da 55. Diqqətlə baxsaq, F bucağı N qövsünə baxır. Ona görə həmin qövsün dərəcəsinin yarısı qədər olmalıdır. Cavab C variantı. Keçirik növbəti suala. ABD bucağının təm böləni BC-dir. Tamam, gördük. Paralelləri gördük. CAB 70-dir. CAB bu bucaq 70 dərəcə olsun. Onda çarpaz olaraq bu bucaq da 70 dərəcə olmalıdır. Və alfa bucaqlarını da gördüksə, yəni təm bölən olduğunu bilirdiksə, 180-dən 70 çıx 110 qalsın və bu alfa bucaqlarının hər biri 55 dərəcə olsun. Bizdən də ASB bucağını soruşur. ASB bucağı da bu 55 dərəcə ilə çarpaz olub 55 dərəcə olacaq. Cavab C variantıdır. Keçək digər suala. Tənliklər sistemində gördüyümüz ifadələri alt-alta əgər toplasaq, x-lər və y-lər islah gedəcək və nəticədə 12 çıxılsın 2xy bərabər 0 alınacaq, xy bərabər 6 olacaq. Əgər biz tənlikdəki ifadələri alt-alta çıxsaq, x, y-lər islah gedəcək, hər ikisinin işarəsi eyni olduğundan. 7-dən 5-i çıxacaq, 12. Mənfi x-dən x-i çıxacaq. Nə alınacaq? Mənfi 2x. Y-dən mənfi y-i çıxsaq, 2 mənfi bir-birinə dəyib müsbət olacaq. Topla 2y və nəticədə 0 almış olacaq. Bu 2x-dən 2y-i aparsağa və 2-ni ortaq çıxart. 2 vurulsun x çıx y bərabər olsun 12-yə. X çıxılsın y isə bərabər 6 olacaq. X çıx y-in 6. X topla xy hasilinin də 6, x çıx y fərqinin də 6 olduğunu bildiksə, x kvadrat topla y kvadratı tapmaq üçün köməkçi düsturdan istifadə etməliyik. Hansı köməkçi düstur? Çıxma olan köməkçi düsturdan. X çıx y mötərizə kvadratı toplansın 2xy. Buradan da x çıx y-in kvadratı, yəni 6-nın kvadratı toplansın 2 vurulsun 6 yazsaq, 36-nın üstünə 12 gəlib cavabı 48 alarıq. Açıq sualdır, cavab 48. İfadədə kiçik bir səhvlik elədik. Alt-alta çıxsaq 12 yox, təbii ki 2 alınmalıdır. 7-dən 5 çıxanda 2 alınır. 2 çıxılsın, 2x çıxılsın 2y olsa, 2x-dən 2y sağa aparsaq, 2x çıx y bərabər 12 yox, 2 alınacaq. O zaman x çıx y də bərabər 1 olacaq. Xy 6, x çıx y 1 olsa və burada 6-nın kvadratı yox, 1-in kvadratı toplansın. 2 vur 6 yazmalı olacaq. 1-in kvadratı üstə gəl 2 vur 6 edəcək 13. Yəni cavab 13. Cavab 13. Videonun altında rəylərdə sualı səhv yazdıq deyə yazmayın. Sonradan düzəltmişik. Keçirik növbəti suala. Düzbucaqlı üçbucaqda katetlərin hipotenuz üzərindəki proyeksiyanın uzunluqlarının ədədi ortası. Deməli bir dənə düzbucaqlı üçbucaq çəkdik. Hipotenuz üzərindəki proyeksiyalarının uzunluqlarının ədədi ortası. Deməli
Katetlərin hipotenuz üzərindəki proyeksiyalarını bilmək üçün bir dənə hündürlük çəkməliyik. Və proyeksiyalar x-dən y olacaq. Diqqətlə oxuyuruq sözləri. Uzunluqların ədədi ortası. Yəni ki, x plus y-in yarısı 12/5-dir. Onda x plus y nəyə bərabərdir? 25-ə. X və y-in həndəsi ortası 12-dir. Yəni x, y-i kökə saldığımızda, x, y ifadəsini kökə salsa 12 alınır. Onda x, y hasili 144 etməlidir. İlk öncə hündürlüyün düsturundan istifadə etsək, biz bilirik ki, hipotenuz çəkilən hündürlüyün kvadratı proyeksiyanın hasilinə bərabərdir. H kvadrat x, y, yəni 144 isə h bərabər 12 olmalıdır. Ortaya bir dənə 12 yaza bilərik. Və x plus y bərabər 25, x, y bərabər 144-dən də bir tənliklər sistemi həll eləsək, yəni toplayanda 25 vuranda 144 eləyən ədədləri tapsaq, onların 16 və 9 olduğunu görə bilərik. 16 və 9, indi şəkildə x-i daha kiçik çəkmişiksə, x-ə 9, y-ə 16 deyə bilərik. Və 2 dənə düzbucaqlı üstbucaq alınır. O düzbucaqlı üstbucaqları da Pifaqor teoremindən istifadə etsək, 9, 12, hipotenuz 15 ya da 12, 16, hipotenuz 20 olacaq. Və böyük düzbucaqlı üstbucağa baxsaq, həmin düzbucaqlı üstbucağın katetləri 15, 20, hipotenuzu 25 olacaq. 15 toplansın, 20 toplansın, 25 perimetri tapmaq üçün cavabı 60 qeyd edəcək. Cavab 60. Keçək növbəti suala. 76-cı sual. Oturacağı 12, yan tərəfi 10 olan 4 ədəd kongruent bərabər yanlı üçbucaq var və 1 ədəd tərəfi 12 olan kvadrat verilmişdir. Bu fiqurlardan dördbucaqlı piramida əmələ gəlir. Bu dördbucaqlı piramidanın səthinin sahəsini tapmaq lazımdır. Yəni bu fiqurların səthlərin sahələrinin cəmini tapmalıyıq. Oturacağı 12 olan, yan tərəfi də 10 olan bir üçbucaq çəkirəm. Daha səliqəli çəkək. Oturacağı 12, yan tərəfi 10 olan bir üçbucaq çəkirik. Bu üçbucaqdan bir dənə hündürlük endirsək, bu üçbucaqda təpədən bir hündürlük endirsək, o hündürlük bərabər yanlı üçbucaq olduğu üçün həm də median olur, 6 və 6 və bu şəkildə belə bir kiçik bir düzbucaqlı üçbucaq alınır və hündürlük də 8 olur. 6, 8, 10 üçbucağı. Və bu üçbucağın sahəsi S bərabər 8 vurulsun 12 bölünsün yarı bərabər 48 olur. Oturacağı 12, onu həll elədik və deyir ki, bir ədəd tərəfi 12 olan kvadrat verilib. Tərəfi 12 olan kvadratın da sahəsi təbii ki 144 olmalıdır. Və bu fiqurların da cəmi, indi piramidanı təsəvvür eləyək, belə bir bu şəkildə bir piramidadır, bu şəkildə bir piramida. Baxırıq ki, o üçbucaqdan 4 dənə, bir dənə də oturacaq var. Bir dənə oturacaq, 4 dənə də bu üçbucaq. Yəni ki, piramidanın tam səthinin sahəsi 4 dənə üçbucağın sahəsi, yəni 4 dənə 48 toplansın, bir dənə də kvadratın sahəsi 144. O da bərabərdir 336 olacaq. Cavab 336. Keçirik növbəti suala. Hədəf sözünün hərflərinin yerinin dəyişməsi ilə başlayan sözlərdən neçəsi hə ilə başlayar? Yəni ki, hə yazdıq və növbəti hərflər nə olmalıdır? D, ə və f hərfləri. Yəni ki, ilk iki söz, ilk iki hərf h və ə hərflər dəqiqdir və d, ə, f hərflərinin yer dəyişmənin sayını tapmalıyıq. D, ə, f 3 dənə hərf olduğundan 3 faktorial bərabər 6 dənə yer dəyişmə mövcuddur. Yəni hə ilə başlayan 6 dənə söz var. Keçid edirik növbəti suala. 78-ci sual. Kök altda 4 dərəcədən 195 ədədinin tam hissəsini tapaq. Biz bilirik ki, 3 üstü 4 81-ə, 4 üstü 4 isə 256-ya bərabərdir. Yəni kök altında 4 dərəcədən 81 3-ə bərabərdir. Kök altında 4 dərəcədən 256 isə 4-ə bərabərdir. Kök altında 4 dərəcədən 195 də bu ədədlərin arasında yerləşirsə, bu 195-in təxmini qiyməti 3 tam onda neçəsə olmalıdır. Və bu ədədin tam hissəsi təbii ki, nə olacaq? 3 olacaqdır. Cavab 3. Keçid eləyək növbəti suala. Çarxlar eyni zamanda bir dəfə fırladılır. 2 dənə çarx görürük və bu çarxlar eyni zamanda bir dəfə fırladılacaq. Hər iki çarxda sadə ədədin düşməsi ehtimalını tapın.
Birinci sağdakı sadə ədədlər 2, 3-dür. Yəni birinci sağda sadə ədəd düşmə ehtimalı 2də 1-dir. İkinci çarxdakı sadə ədədlər 5, 7, 8, 9, 6 yox, 2 dənədir. Yəni sağda da sadə ədədlər düşmə ehtimalı 5-də 2-dir. Birinci sağda sadə ədəd düşmə ehtimalı 2də 1, ikinci sağda sadə ədəd düşmə ehtimalı 5də 2-dir. O zaman bunların hasilini tapıb cavaba 5də 1 ya da 0,2 yazmalıyıq. Ehtimallar bir-birinə burada vurulur. Növbəti sual. Növbəti sual bir trigonometrik tənlikdir. Trigonometrik tənlikdir. Demək, kosinus x bərabərdir kök 3 bölü 2 tənliyidir əslində. Kosinus tənliyinin hesablama qaydasından istifadə edirik. Kənarda yazaq. Bilirik ki, kosinus x əgər bərabər a-dırsa, x bərabər müsbət mənfi arc kosinus a toplansın 2pi n kimi hesablanırdı. Eyni qayda ilə bu tənliyi həll eləsək, pi vurulsun, 2x toplansın 1, bölünsün 3, bərabərdir müsbət mənfi arc kosinus kök 3 bölü 2-nin pi bölünsün 6 olduğunu bilirik. Toplansın 2pi n. Hər tərəfdən pi'ləri ixtisar aparsaq, sol tərəfdə nə qalır? 2x toplansın 1, bölünsün 3, bərabərdir müsbət mənfi pi bölünsün. Müsbət mənfi artıq pi'lər getdi təbii ki. Nə olacaq? 6-da 1 toplansın 2n. Hər tərəfi, məsələn, neçəyə vurmaq olar? 6-ya vuraq hər tərəfi. Rahat hesablama aparmaq üçün hər tərəfi 6-ya vuraq. 6-dan 3 ixtisar getsə, ifadə o zaman 2-yə vurulacaq. Sol tərəfdə alınacaq 4x toplansın 2. 2-yə vursaq bərabərdir. Müsbət mənfi 1 toplansın 12n. Buradan da 2 dənə tənlik çıxarda bilərik. Müsbət 1 ilə ayrı tənlik, mənfi 1 ilə ayrı tənlik çıxardaq. Məsələn, ikinci hissəsində 1 müsbət 1-dən istifadə etsək, 4x toplansın 2 bərabərdir 1 toplansın 12n yazıb sadələşdirək. 4x bərabərdir 12n çıxılsın 1. Buradan da x bərabərdir 3n çıxılsın 4də 1. Bu tənlik üçün, yəni buradan aldığımız x-lər üçün 0-3 aralığındakı kökləri tapmaq istəsəm, n-ə 0 verəndə mənfi ədəd alırıq deyə onu saymayacağam. N-ə 1 verdiyimizdə o aralıqdan kök ala bilirik. N 1 olanda 3 vur n çıxılsın 4də 1, 2 tam 4də 3 eləyir və bu kök 0-3 aralığına daxildir. İndi digər hissə mənfi, yəni müsbət 1 ilə qurulan tənliyi həll elədik. İndi mənfi 1 ilə qurulan tənliyi həll eləsək, yəni 4x üstə gəlir ki, bərabər mənfi 1 toplansın 12n olsa, buradan da 4x bərabər 12n çıx 3 olacaq və x bərabər 3n sərgəli yazaq. 3n çıxılsın 4də 3 olmuş olacaq. Səhv hesablamayaq. Buradan da yenə eyni qayda ilə n-ə 1 desək, alınan cavab, yəni x bərabər 3 çıxılsın 4də 3 bərabər 2 tam 4də 1 şəklində olar. Deməli, birinci tənlikdən 2 tam 4də 3, yəni bir dənə kök tapa bilirik. İkinci tənlikdən də bir dənə kök tapa bilirik, 2 tam 4də 1. Yəni, digər kökləri niyə tapa bilmirik? Məsəl üçün, n-ə digər qiymətləri versək, 2 versək, 3 versək, o qiymətlər artıq 0-3 aralığına daxil olmayacaq. Ona görə köklər 2 tam 4də 3-dən 2 tam 4də 1-dir bu aralaqdakı köklər. Və həmin köklərin cəmi, yəni 2 tam 4də 3 ilə 2 tam 4də 1-in cəmi bərabər 5 edəcək. Cavab 5. Növbəti sual üçün belə bir şəkil çəkdik. Demək, kiçik oturacağı 10, hündürlüyü 6 olan bir düzbucaqlı trapesiya qeyd elədik. Bir diaqonal iti bucağın təmbölənidir. O təmböləni burada qeyd elədik. Yəni, bucaqlar alfa və alfa olsunlar. Bu trapesiyanın sahəsini tapmaq lazımdır. Çarpaz bucaq olan alfanı da qeyd edəndən sonra baxıram ki, alfa bərabər yanlı 3 bucaq əmələ gəlir. Onda bu iki tərəf bir-birinə bərabərdir. Yəni ki, sağ yan tərəfdə 10 olacaq. Bunu yadda saxladıq. Sonra, indi bu trapesiyanın sahəsini tapmaq üçün bizə alt oturacaq lazımdır. O zaman bu təpədən tak deyə bir dənə hündürlük çəkirik aşağı. Çəkdik. Burada alınan düzbucaqlını gördünüzsə, aşağı tərəfdə 10 olacaq. Tamam. Sol tərəf hündürlük 6 isə, bu qırmızı hündürlük də 6 olacaq. Və buradakı düzbucaqlı üçbucağı gördüksə,
Bax, bu düz bucaqlı üç bucaqda 6 və 10-u görən kimi digər katet 6, 8, 10 Pifaqor teoremi ilə tapılmış olur. 100-dən 36-nı çıxıb kökə saldıq və 6, 8, 10 üç bucağı oturacaq oldu 8. Demək, alt oturacaq oldu 18. O zaman trapesiyanın sahəsi 10, üstə gəlsin 18, böl 2, vur h, vur 6 olacaq. Buradan da 28-i 2-yə bölürük, eləyir 14. 14-ü 6-ya vuranda 84 eləyir. Trapesiyanın sahəsi 84 olacaq. Keçirik növbəti suala. Növbəti sualımız deyir ki, boru ölçüləri 9, 10, 12 olan düzbucaqlı formasında su çəninə 20 saniyədə 15 litr su tökülür. Çən neçə dəqiqəyə dolar? Biz öncə çənin həcmini tapmalıyıq bu ölçüdən. Çənin həcmi 9 vurulsun 10 vurulsun 12 bərabər 1080 olacaq. Çənin həcmi 1080-dir. İndi dəqiqədə, yəni 20 saniyədə bir düz mütənasiblik qurmalıyıq. Yəni əgər çənə 20 saniyədə 15 litr su tökülürsə, neçə saniyədə 1080 litr su tökülər? 1080 litr. Bu arada qeyd eləyək ki, bu desimetr kubudur. 1 desimetr kubu bərabər 1 litr olduğundan, yəni su üçün 1 desimetr kub bərabər 1 litr olduğundan bunu litrlə ölçə bilərik. 1080 litr deyə bilərik burada. Bunda da düz mütənasibliklə, yəni x vurulsun 15 bərabər 20 vurulsun 1080 yazacaq. X bərabər 1440 alınacaq. Yəni 1440 saniyədir cavab. Amma baxsaq dəqiqə, yəni suala baxsaq çən neçə dəqiqəyə dolar deyir. O zaman 1440 saniyəni 60-a bölürük və cavabda 24 dəqiqə alınır. Cavab 24 dəqiqə. Keçirik növbəti suala. Bir dənə ABC üçbucağı çəkirik. Bizə deyir ki, ABC üçbucağında B və C təpəsindən çıxan təm bölənlər gəlib D nöqtəsində kəsişirlər. Tamam. Əgər BAC, yəni bu bucaq 70 dərəcə olarsa, BDC bucağını tapaq. BDC bucağı, bax, rənglədiyimiz içəridəki bucağı tapırıq. Kənardakı bucaqlar alfa, alfa, beta, beta olsunlar. 2 alfa toplansın, 2 beta toplansın 70 bərabər 180 dərəcə edirsə, o zaman 180-dən 70-ə çıx, böl 2-yə, alfa toplansın beta bərabər 55 dərəcə etməlidir. Və axtardığımız bucağa bir x bucağı desək və alfa toplansın, beta toplansın, x-in də 180 dərəcə olduğunu biliriksə, o zaman x bərabərdir 180-dən 55 dərəcəni çıxmaq. Yəni x 125 dərəcə olacaq. Növbəti sual həm Viet teoreminə, həm də loqaritm dərsindən sadə bir sualdır. Demək, loqaritmdə biz çöldə toplama görəndə onu içəridən vururuq. Yəni bu ifadə bərabərdir loqaritm x1 toplansın x2-dən içəridə vurma x1, x2. Viet teoreminə görə bilirsən ki, köklər cəmi ortadakı əmsalın əksidir. Mənfi 729-un əksi normal 729. x1, x2 isə nəyə bərabərdir? Köklər hasili, yəni 9-a bərabərdir. Buradan da 729-un demək, loqaritm 729 3 üstündə 6-dır. 3 üstündə 6. Demək, 81-i 9-a vuranda, bəli, 3 üstündə 6. 9 isə 3 üstündə 2 eləyir. O zaman 6 və 2 olan qüvvətləri önə gətirsək, 6-da 2, loqaritm 3-dən 3. 1 eləyəcək, 6-da 2 də ixtisar gedəcək, cavab 3-də 1 alınacaq. Ən sonda bir dənə sadə çoxluq sualı. Deməli, çoxluqlar üçün 2 dənə çoxluq çəkirik, Euler-Venn dairələri. Demək, A çoxluğu və B çoxluğu üçün birləşmə 10, kəsişmə 4-dür. A-dan B-ni çıxanda 1 eləyir. O zaman heç məsələn şərtini oxumadan tez 1, 4-ü görən kimi bu boşluğa nə yazmalıyıq? 5 yazmalıyıq ki, cəmi 10 eləsin. Və bizə deyir ki, B çıx A çoxluğunun ki, N B çıx A-nın şəkildə neçə olduğunu görürük? 5 olduğunu görürük. Alt çoxluqlarının sayını tapın. Bütün alt çoxluqların sayı da 2 üstü 5 bərabərdir 32 olacaq. Cavab 32. Bununla da bütün 11-ci sinif izahları bitmiş oldu. Ümid edirəm ki, faydalı olmuşdur.